Mömin bəndələrində belə tərif edir. Bir dənə evin şirəsini çıxardır, evdən maksimum faydalanır. Necə onu sadalamaqla. Hər gün deyən, şükür ki, mənim bu evim var, şükür mənim paltarım var, şükür mənim belə bir surətim var. Hər gün bunu denən, Allah deyir, bu şükürdür. Heç şükür deməyə, denən ki, mənim evim var, Allah mənə ev verib. Deyir, əlhəmdülillah deməsən də şükürdür. Fikrin yönəldi neymət verənə. Əsas budur. Dildə adam var, əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah deyir. Amma gözü ondadır ki, niyə onda var, məndə yoxdur, əlhəmdülillah. Bu əlhəmdülillah deyil, bu zikir deyil. Zikir haldır, daxildə olan vəziyyətdir. Yəni, vəziyyətin necədir? Hansı tərəfinə baxırsan, odur. Şükürün mənası budur. Buyurur ki, Ət-təhəddusu bin-ni'amillah şükrun və tərk-ü zalikə kufrun. Deyir, neymətləri sadalamaq şükürdür, sadalamamaq naşükürdür. Heç nə eləmirəm, sayım, sadalamıram. Deyir, niyə sadalamırsan? Vermişəm axı sənə. Sadala keyfin çıxart da həyatın. Sadala deyirəm, bu var, heç nə səhərdən axşamazan say. Haçan fürsət oldu, deyirəm, oradan hava yaradır, yağış mənim üçün yağır. Böyle bir ancaq şairlərdə olmalıdır. Bu insanın ruhiyyəsi. And olsun Allaha tək-tək hər birimiz üçün yağışı yağdırır. Sən demək bizim üçün. Hamımız deyin ki, mənim üçün bugün günəş çıxıb. Görün gün necə fərqli olur. Görün necə xoş əhval ruhiyyədə olur.